Belə bir sual verim də. Bəzən sürücü aparır ustanın yanına, ona deyirlər ki, hətta usta da belə düşünür. Yağ dəyişək görək, yağ dəyişməklə bu problem keçər, keçməz, düzdürmü? Orada yağı dəyişəndən sonra problem keçməsə, onun yağı dəyişməsində o xərclədiyi pul, ona tökdüyü yağ itkiyə gedirmi, getmir? İtkiyə gedir. Bir mənalı. Amma belə bir şey də eşitmişdim ki, o yağı təzədən usta oradan çəkir. Yağda struşka olandan sonra İlnur bəy onu heç usta qaytarıb geri tökmür. Mən niyə qaytarıb geri tökməliyəm? Filtr də dəyişiləcək, yenidən lap dəyişibsə, yağda yenisi olacaq. Usta iş görübsə, zəmanət tələb eləyəcəklər ondan. Zəmanət vermək üçün də təzə yağ, təzə filtr yenidən. Yəni yağ dəyişmədə xərclədiyi pulu itirir. Bəli, o 250 manat civarında olan miqdar getdi. Aydındır. Onda siz daha çox nə məsləhət görürsünüz? Dağılana kimi sürsün, hə? Surətlər qutusunda İlnur bəy problem yaranırsa, vurma filan, bunlar yağ dəyişmə, yağdan əmələ gəlmir. Surətlər qutusunun problemidir. Yağ dəyişmənin hansı problemlərdən qalxır sürətlər qutusunda? Elə bir hal var. Siz yaşamısınız bunu. Yağ dəyişməklə onu keçib. İlnur bəy, olur elə problemlər, çox nadirən olur, nadirən. O da bir sırada şans məsələsidir, şans məsələsidir. Ola bilir ki, surətlər qutusunda yağ çox köhnə olur. Hansısa funksiyonlar, paketlər yapışır bir-birinə, misal üçün. Bu maqnitdə filan da baş verir. Yapışır, surətlər qutusu gecikir filan olur. Təzə yağ tökürsən, sürürsən biliyorsun ki, açılır. Belə bir şeylər baş verə bilər, nadirən olur. Bizim işdə var belə. Az bir vaxtda ola bilir. Amma surətlər qutusunda vurma varsa, tutaq ki, vurur. %99 təmir olunmalıdır. 2-dən 3 atanda vurur. Və o yağ dəyişmək onun qarşısını almayacaq. Biraz da problemi çoxaldacaq.